Qonşu, getmişdim bu zibilləri zada apardım, atdım. Sən niyə cində otursan? Necə keş çöldə otur da? Yox. Mən öyrəşmişəm, vərdiş almışam. Konfet var da, konfetdən iç. Yox, mənki qənddir. Bax, qənd qəşəng qənddir, bax. Qəndlə. Sən cana yazğın gəlmir. Bu istidə qaynar çay da içsən, günəşin altında oturmusan. Gəl keşlər kölgəyə. Qaynar deyil ki. Qaynar o vaxt idi. İndiki çaylar qaynar olmur. Öyrəşmişəm mən. Bu elə mənə ilıq gəlir. Gəl keşlər kölgədə otur da, niyə gündə oturursan? Yaxşıdır belə, narahat olma. Belə özün nə var səni? Nə işin, nə varım? Konfeti o tərəfə qoydu, ilə evə qoysunlar, əriyir. Mən səhər görə gətmişdim bu konfeti ki, konfetdən Yox, səsin çay. yaxşı, özün belə nə varsan. İnşallah, sən nə varsan? Bu həyat Allah işlərinin zadın nə varsan, gördürə biləcəksən. Hə, bir usta tapsam. Mən bir tanışım var isən, onu mən çağıraram bura. Onu çağıraram, gəlib onu düzəldərdə hörmətini eləyərsiniz, biraz tanışdır. Hə, bir aşağı eləsək onu düzəltdirərik. Hə, aşağı eləyir, o problem deyil. Hə, aşağı eləyəcəkdir, narahatçılıq yoxdur. Sən dəqiq günün altında otursan, eləmi? Ay amma. Qəşəng çaydır, işte mən getdim qonşudan aşağı. Sağ ol qonşu, eləlik.